Avropanın şəffaflıqdan, aşkarlıqdan, demokratiyadan, ədalətdən, haqdan danışan təşkilatlarında və bunun nizamnamələrində qırmızı xətlə yazan təşkilatlarında rüşvət və korrupsiya baş alıb gedir və onların sanki bir yuvasına, mərkəzinə çevrilir. Biz dünyaya multikultural dəyərləri ixrac edirik. Biz birgə yaşayış mədəniyyətini ixrac edirik. Biz deyirik ki, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz deyirik ki, multikulturalizm Azərbaycanda bir ictimai sifarişdir, bir tarixi bizim ənənəmizdir, bu bizim gələcəyimizin təminatıdır. Biz bununla fəxr edirik, bizim həm də bir məsuliyyətimizdir. Amma bu dövlətlərdə isə fikir verirsiniz, rüşvət və korrupsiya artıq ən yüksək səviyyədə həyat tərzinə çevrilir, hətta bir ənənəyə çevrilir. Bu nə demək? Sizdə ictimai sifarişdirmi bu? Buna keçmişsiniz. Bu sizdə yoxsa tarixi bir ənənədir? Başa düşmürəm mən. Yəni suallar çıxır da belə. Yəni doğrudanmı siz haqdan, ədalətdən, hüququn aliliyindən bəhs edə bu qədər çirkaba yuvarlanmışsınız və rüşvət burulğanında siz boğulursunuz. Yəni biz şəxsən bu səviyyədə gözləmirdik. Amma məlum olanda ki, Argentinalı bir şəxsi gedib BMT ki, dünyada ən böyük beynəlxalq universal təşkilatdır. Onun ədalət öz adına baxın, ədalət məhkəməsinin prokuroru bu ədalətlə bağlı bir qanun qəbul edir, bir qərar qəbul edir. Bunun qəbul etdiyi qərarlar hamısı sifarişli və insanların hüquqlarını pozan, ədaləti tapdayan bir deməli sənədlər olacaq da.